Mənim canımda yox. Mən bedni də mənə çörək verir. Abubadan kimsə bir atma, çox sağ olun. Bedni də mənə çörək verir, Görgen də mənə çörək verir. Mən nə Görgenlə ötəri bedni ilə dalaşmaq istəyirəm, nə də bedni ilə ötəri Görgenlə dalaşmaq istəmirəm. Əslində bedni gəldi, Görgeni ilişdi. Ona görə də şeydir, Görgen də orada nəsə yazdı, sabitlədi. Azərbaycan üzqarası bir mənə yazıb. Yaxşı, sən torpağını, millətini, yerini, yurdunu nətər sevən bir insansan ki, sən elə bilginən ki, bu üzqarasını təmizləyə bilmirsən. Nətər sevirsən sən ölkəni ki, o ləkəni belə silə bilmirsən. Mənim gücüm çatdı, məsəl üçün əskər getdim, mənim anam məni əskər göndərdi, mənim anam məni döyüşə göndərdi. Məsəl üçün, sən niyə gücün nəyəsə çatıb bir o ləkəni silə bilmirsən? Sül də. Dodağımda birincisi heç nə yoxdur. Olsa mən heç kimdən qorxu çəkinəcək yerim yoxdur. Nə qeyrətim döyülsüz, nə də namusum döyülsüz. Nə dədəm döyülsüz, nə də nənəm döyülsüz. Heç kimdən də qorxu çəkinəcək yerim yoxdur və ya da utanacaq yerim yoxdur ki, ay cəmaət, mən dodağıma gel vurdurmuşam, sizdən gizlədirəm ki, ni. Heç nə yoxdur, heç nə yoxdur. Özüm mükürdür. Yalandan deyənmərəm bacım. Mənim dodağımda heç nə yoxdur. Mənim dodağımda o vaxtı olubdu suni gel, əməliyyat elətdirmişəm, onu çıxartdırmışam, ağır əməliyyatdan çıxmışam. İndi hal-hazırda mənim dodağımda heç bir şey, heç bir vasitə yoxdur. Mən sizcə bir dəfə mənim o dodağım çox pis əməliyyat çıxmışam, ağır əməliyyat, o dodaq əməliyyatı. Eləməmişəm, yoxdur heç nə, əməliyyatdan çıxmışam mən. Budur da, başa düşürsünüz. Özüdür. İstəyirəm ki, bir çay dəmliyim, getirəm ki, burada bir çay içim. Gözəl isti hava var. Bulutlu, isti. Aşağı, bunu bəlkə qapıya əksən, bəlkə ayılar. Bax, ölür, baxın. Ölür. Ay. Bəlkə bunu torpağa əkim ay uşaqlar, buna başqa gül alıb əkərəm. Bilirsən, deyər, Allahdan gizlin olmayan, deyir, bəndədən niyə gizlin olmalıdır ki? Mənim bu cəmaatdan gizlin heç nəyim yoxdur. Birincisi, ikincisi tanınmış adamam. Ümumiyyətcə mənim gizlin heç nəyim ola bilməz. Mənim neysə bir xırdan bir hərəkətimi, mənim neysə bir harda, orada, burada, mənim videomu və yaxud da ki, çıxıb məni alabaydaq eləyərlər burada. Məni bindi biabır, məni bilsə nə günə qoyarlar. Mənim izləyicim, mənə dəstək olub da həmişə. Mən o pulu əgər mən aparıb hansısa bir lazımsız bir yerə xərcləmişəmsə, Allah mənim bəlamı versin. Mən kim mənə nə verib, mən onu evimə, işimə xərcləmişəm. Anama xərcləmişəm, anamın müalicəsinə xərcləmişəm. Bax, mən gedib bir dənə, bax, bu gülü alanda mən gətirib o gülü cəmaata göstərirəm ki, ay cəmaat, baxın, görün nə almışam. Mən onların mənə elədiyini mən onlardan nətər gizlədə bilərəm ki? Bunu mənə bu cəmaat alıbdır. Mən bu cəmaatdan bunu niyə gizlədim, nətər gizlədim? Vallahi mən, nə var məndə göz qabağındadır. Mənim nəyim var, hamısı göz qabağındadır. Yerək düzələcək. Əgər mən də elə fikirləşdim, peki yerəksəm düzələr. Yox, su var, suludur, nəmdir dibi. Ay Fajı, nəmdir. Suludur, ölür. Yarpaqları görmüşsən, sallanıb ölür. Gün düşən yeri, bu gün sevmir axım elə sən deyən. Nə kölgə sevmir, nə qaranlıq sevmir, nə də gün sevmir. Bu sərin yer sevir. Bunu birisi nə, ətrini xoşlayıram, Ayşə, çox gözəl iyi gəlir bundan. İyiliyim bunu. Bax, bir dənə belə eləyəcəm, iyiliyim. Bax. İlə. Belə gözəl iyi gəlir. Ağları nəylə yiyursan? Ağları nəylə yudum? Deyim sizə. Ariel, qara paltarlara, renkli paltarlara Ariel işlətməyin uşaqlar. Arielin, bax, renkli paltarlar üçün Ariel var. Elə o da, ağ paltarlar üçün Ariel də.
Ariel ağ paltarların anasıdır. Ariel'i ağ paltarlara işlədin uşaqlar. Qara paltar, şampun, sıvı deterjan işlədin. Ariel, bə. Qara paltar üçün Ariellər satırlar, almayın uşaqlar. Allah haqqı, o da ağappaq eləyir paltarı. Ağ paltarlar üçün Ariel alın. Ondan sonra 72 sabunun şeyi olur, durusu. Ondan alın işlədin. Mən onlardan 72 sabun durusu, Ariel'in ağ üçün ağları işlədirəm. Məsəl üçün indirimdə zadda olanda 5 kilo zad alın, tullayın ora. 3-4 il işlədəsiniz. Vallahi mən bax bu evə köçəndə, o vaxt indirimdə bazar storiydi. Yox, evə köçəndə yox, estağfurullah, bayramda. Novruz bayramı idi, nə vaxt idi. Mən onda qapının ağzına bazar storiydi, yığıb qoymuşdular Ariellər indirim, yekə. Bax onda mən onda almışdım, 10 neçə manat, 17 manat. Hələ də bir oradadır. Elə nətər almışam, elə elədir. Nə işləsə, ağ paltarları işlədirəm. Ayda ildə bir dəfə ağ paltarı yuyan adamım. Mənim elə ağ paltarlarım da çox deyil ki, deyəm ki, belədir. Danatışı yoxdur bunun içində. Danatışı kökü şeydir, çıxmır. Yerindədir. Valla mən Görgeyini də çox istəyirəm. Mən kimdən ötərim Görgeyindən niyə düşmən olmalıyım ki? Və yaxud da ki, xoşlamıram elə şey. Əslində Görgeyinə birinci bedini gəldi ilişdi. Görgeyim benim arkadaşım. Arkadaşım olacak da kalacak. Biz kalmıştı, tamam. Biz Görgeyin'le artık sırdaş oluyoruz. O yüzden de ben sırdaşlarım benim için çok büyük ehemmiyetli bir yerde taşıyor. Ama mən nə Görgeyinə ötəri bedinlə düşmən olaram, nə də bedindən ötəri Görgeyinə düşmən olmaram. Bilirsən niyə? Çünki problemlər var, özləri bilər. Mən çəkilib qıraqda duran adamım. Burada ən birinci bedli gəldi, Görgeyini ilişdi. Burada razıyam. Görgeyində çörək verir, bedində çörək verir. Mənim izləyicilərim, burada mənə dəstək olan insanlar olmazsa mən ac qalaram. Mən başqa yerdən gəlirim yoxdur. Ona görə də mən heç vaxt heç kimlə də düşmən olmuram. Niyə də olmalıyım? Niyə də olmalıyım ki? Olmuram. Vallahi. O vaxtı səydim. TikTok'a təzə girmişdim. Mən biraz Türkiye'yə gedən adamım. Səydim. Hamıyla düşmən olurdum. Az onunla düşmən, az bununla düşmən. Bobik məni yığırdı. Tez onu atırsan bloka. Tez çıxıb onu yıxıb sürüyürsən. Həqqi dava var. Yaxşı. Çırırdım. Daha sonra yığışdırmışam elli şeyler. Çay istəyərəm az ki, arvadım oradan çay gətirə verəm ha. Az get aşkım belə götürəm, belə buradan luk içəm. Yo, ağ paltarları ayrı yumuşam. Ağ paltar, qara paltarları da ayrı yumuşam, qaçışdırım. Bax, bunda cızıqlar var da, bax cızıqlar. Bu cızıqlı paltar bunlara belə qarışdırmamışım. Olmaz. Dima, sən elə get. İndi bax da canım, indi gör, dədəni boşaltdırıb məndən evləndirə bilirsənsə, problem yok. Ananı boşaltdır. Anana denən boşan, Timanı alsın, anacığın olum, seni bana ana deyərsən. Anacan, ana. Mən dedim, hay can kızım İsmail, yuxdan al. İsmail kinosuna baxmaq istəyərəm. Hansı parışqılar? Ariel'lə, bir damcıda içinə ağ 72 sabun qatmışam. Yəni dünən paltarı elə yummuşam. Ağ, beyaz sabun, ondan sonra bir de Ariel fisiyo. Coraflar da, Ariel, elə ki, hamısını bir yumuşam da ağlarla da. Coraflar ağabbaqdaz, vallahi, deyil ha. Bir dəfə giyirsən, qafqar olur. Deyil ha, cızdıq kimi eləmişəm, vallahi. Bir dəfə uşaqlar ağ paltar elədi, şeydir ki, ağ coraf elə şeydir ki, ağ ayaqqabının, ağ kitin içinə giyinsən də çıxardanda ləkəsi qalır. Ona görə də
Cızdıq kimi eləmişim. Maşında yumuşam. Əslində mən o tumuşu geyinmirəm. Mən o tumuşu bir hardasa bəlkə də 10-cu dəfədir yuyuram. Bilirsən, ləkəsi var idi üstündə. Mənə çivan çıxmışdı axım. Onda o çivanlı vaxtı giyinmişdim əynimi. Heç elə çivan qutarına kimi də çıxartmadım əynimdən. Ləkəsi qalmışdı çivanlı onun üstündə. Ona görə də çox yumuşam onu. Əlimdə doxalamışam. Axır ki, qutardı getdi. Onun üstündə ləkə qalmışdı. Belə çivanın yeri. Hansı var? Ariel. Ağ sabun nədir ki? Bu türklərdə çox olur. 72 sabunun ağ rəngi. 72 sabun sarı sabun da onun ağ sabunu da olur. O 72'nin ağ rəngi də olur. Ağ rəngini alsanız elə bilin ki, dünyanın en güzel sabunudur. Arap sabunu. Evet. Çay içmək istəyərəm qızlar. Hacı Şakir yox. Hardan olsa mən Bakıda Panorama Parkda qalanda oradan Araz var idi binanın altında. Arazın içindən almışdım. Durusunu almışdım. O da şey üçündür uşaqlar, yüzey temizlik yazılır üstünə. Yəni kafe silə bilərsən, yeri siləndə suyun içinə tökə bilərsən, stol üstü silə bilərsən, pəncərə silə bilərsən. Belə ondan ötərin. Amma mən paltar yanında da tökdüm. Ona görə paltarlarım belə cızdıq kimidir. Ağacım gölünə günə düşdü, qurban olum, ha uşaqlar. Buna baxın, uşaqlar sən Allah, gölünə günə düşdü. Göstər, bax, göstərəm mənə. Elə şeylər göstərib spama gedim. Buna bax, uşaqlar, gölünə günə düşdü ağac. Dermanın odun başı xeyir olmadı. Mənim bu fındığım, axı bu qapıda var idi, mən bu evi alanda hündür idi. Başını kəsdim, belə oldu. Kaş başını kəsməzdim uşaqlar. Baxın fındığa. Fındıqlara baxın üstündə. Kaş kəsməzdim başını. Dolu düzdü. Bu il getsin görün nətərdir. Bu fındığı çıxartmayacağım. Əl vurmayacağım bu fındığa. Kaş onun başını kəs. Onun başı uzun idi. Uşaqları fındığı kəsdim. Hayf. Gülümə baxın. Reyhanlar əhmişəm aralarına qışıq. Öz qapımın məhsuludur. Görünə boyda da uşaqlar. Həyətim 3 yarım. O güldən mənə yolla. Emin. O qədər gözəldir. Uşaqlığımızın, nə bilim, o vaxtın xatirələri. Çox gözəldir də. Mən onu bilsən hardan gətirmişəm, Emin? Onkologiyadan. O gülün toxumunu qışda gətirmişdim. Hə, çox gözəldir. Bax, çörəcəm, baxın arxadan. Uşaqlar, baxın. Baxın. Mən bunu qışda onkologiyadan gətirmişdim. Bunu gəlirsən köklü çıxardıb aparasan, kökün şeyli, torpaqlı. Belə bu olmaz. Quruyar aparıb etsin. Torpaqlı zadda aparıb etsin, qışıq. Başal nanə, reyhanlar əhmişəm aralarına, qışıq bitib hamısı. Yaxşı, başla. Sən sevdiyin Emin nə qədər şeylər var, deyim məndə. Töktüm hamısını aynı. Qışıq, dekorlu şeylər. O nədir o? Tikanlı o dekor şeylər var, belə-belə. Rəhbərəng, sarısı, yaşılı, deyə yolda göstərəcəm indi uşaqlar, baxın. Töktüm aynı.
Bax bu boyası vardı. Çıxartdım, pulladım ayna. Akıllı ilaç ananıza xeyir oldu. Bilmirəm. Bu həkim məsləhət gördü, biz də aldıq buradadıq. Amma çox bahalıdır. Bax uşaqlar, burada şey var, bax. Xoruz quyruğu bitir. Qoyun görün nə günə qoy uşaqlar ağacımı. Deyim, bax bunu deyirəm. Bax bunun hər sarısı var idi. Məndə sarılı, yaşılı. Bax bu hündürlükdə. Belə. Hamısını çıxardım, töydüm aynı. Bax. Bax bura xoruz pipi, hamısını əkmişim. Prosta otu yolmuram ki, bacı. Xoruz quyruqları bitsin heç olmasa. Otu yolanda xoruz quyruğu da gedir işinə. Bir qoyun otarırlar, elə uşaqlar gəlib qoyun yeyir. Bir onu da qoyun yemişdən altını budadım biraz. Küçə, gözəl küçədir. Görən oraya geçsəm uşaqlar, internet donmaz. O yox, internet donur. Qaydaq. Gül qırmaq istəyirdim oradan. Uşaqlar ekranı tıklayın, gözəl izləyicilərim. 100 min olaq. Gidirəm oradan gül qıram, gələm. Təmiz səliqəli küçədir. Tima bura köçəndə bu sahəni dırnaqları ilə təmizləyir. Orada kulok, göydə uçan, yev tökükləri dırnaqlarımla təmizləmişəm. Ona görə təmiz küçədir. Mən qapı təmizləyəndə qapımın ağzını təmizləmirəm. Kuloku alıram əlimə, zibillər içinə doldura gedirəm. Azı torpağa satırlar deyir oranı. 2500'de deyir, qabağımdaki deyir, indirim deyiliyərəm. Bir qoca bir kişi idi. O vaxtı mən orada daşda tökəndə, mənə demişdi sənindir. Daş dedim, hə. Bu gülü nəyə qoyam? Sotunu hə, elə satılır. Bölüb satırdan çıxırıq. Şkaf, nəyən açıq qoymuşam şkafları? Az ərinlə, bacı. Daha iş görmək istəmirəm. Facebookda baxmışam, deyir ki, deyir evinizi hər gün təmizləməyin. Deyir, Yapon
məsləhətləri verir, yapon məsləhətləri uşaqlar. Evi hər gün təmizləmə deyir, götürdüyünüzü yerinizə qoyun. Evi hər gün silməyə ehtiyac yoxdur. Evi sıfırdan hər gün general iberkolama eləməyə ehtiyac yoxdur. Bax görsən, yediyim, bax görsən qalıb burada. Bax, nə varsa elə qalıb orada. Mən yapon fəlsəfəsi ilə gedirəm artıq. Deyir, heç nə eləməyim. Neymirəm ay başı? Psixologiyam pozuldu təmiz. Başıma aşağı sizə o beyaz sabunu göstərəcəm, amma şəklini tez çəkin göstərin. Ürəyim dözmədi. Amma tez şəklini çəkin göstərin, mən də spama getməyim. Yaxşı, ikinci səfərdə məndən soruşmayın. Yaxşı, yaxşı, yaxşı qurban olum. Amma nə olar deməyin də tez şeylə bir də göstər. Hil eləyəsizmi? Hil eləyəsiz? Deyəsizmi ki bir də göstərmə? Göstər, bax, şey. Kimsə yazsa ki bir də göstər, cırın onu. Yaxşı. Yaxşı, bax göstərin, bax. 3-ə kimi sayacağım, 3-ə kimi sayacağım, göstərəcəm, 3-ə kimi sayıb çəkəcəm. Bax. 1, 2, 3. 1, 2, 3. Gerdə siz məni çox istəmədiyinizə baxmayın, mən sizi çox istəyirəm. Nə üçündür? Heç nə al içərsin. Qəşəng bir çay dəmliyim, qanqancığı çöldə oturaq çək. Çöldə içmək istəyirəm. Quşuq yandırımdan alsın. Uşaqlar, tıqlayın, gözəl izləyicilərim. Siz məni çox istəmədiyinizə baxmayın, mən sizi çox istəyirəm. Həsən çox sağ ol. Qanqancığı bir çay dəmləyəcəm, dəqiq gəl görəsən. Ben seni gördüm ay ışığında, gönlümü verdim ay ışığında. Tez geldim hicran, ayrıldım ama ay ışığında, ay ışığında. Tez geldim hicran, ayrıldım ama ay ışığında, ay ışığında. Bəs canlaşmayacaq, nə oldu? Ay bacı, ağayrım. Cəmaət yığışdı, töküşdü, video paylaşmışam. Onun altından yazdılar ki, belə sən canlaşmasa, səni məhkəməyə verəcək qızlar. Mən tanınmış adamam, baş qorxdum. Mən də qorxdum, canlaşdım ki, məni tutturub eləyərlər buna. Ona görə canlaşdım, biləşmək istəmirdim.
TikTok'un xalq arası. Az TikTok'un ordenli. Bu. Ordenli, şərəf və şöhrət. Medallı, ordenli. Kimdə hansı TikToker var? Medallı, ordenli TikToker var. Mən medallı, ordenli. Mənim qədrimi bilməlisiniz, siz. Bilmirsiniz prosto qədrimi. Görürsünüz, mən sizi çox istəyirəm. Sizə sabun göstərdim. Amma siz məni çox istəmirsiniz. Köpükləndi, qaynam bilmirdi. Çaynikdə dəmləyəndə tam olmur. Çaynikim yoxdur. Bir dənə çaynikim var, İskosnetnidir. Ondakı dəmləyirəm uşaqlar, onda tam olmur. Şüşə çaynik istəyirəm ya da dəmir çaynik. Həm də dəmir nə istəyirəm? İstəyirəm. Çaydan, tefal istəmirəm. Bəs açmayacaq, az açmamışam, canlıda deyiləm. Simek alası olmadım. Az mənim pulum var, simek alam, seylərim qırılsın. Pulum olsa, simek aldığımı hinimin üstünü vurduraram. Ali! Pulum olsa, simekə niyə pul verirəm ki? Gedərəm 7 manat 50 qəpik çaydan alıb gətirərəm. Simekin pulu ilə da iş gördürərəm. Neynəməz? Pulum olsa gedib qollarımı lazerə verirəm. Tüflənmişəm şey. Allah. Simekə niyə verirəm o pulu? Simek nədir? Simek ən bağlı çaydandır. Firmadır. Simekin xaladeniki olur, çaydanı olur, çayniki olur. Ondan sonra məişət əşyaları, qazanlar, hər şey çox bağlı. Simekin hər şeyini evinə almaq istəyirsənsə, elə bir evin puludur. Elə bir Simekin paltar yağını, xaladeniki, ondan sonra məişət əşyaları, ev anyonlar, hamısını Simekdən almaq istəyirsənsə, şəhərin mərkəzində, panoramada, dənizə baxan tərəfdə, Kırsıntı molun üstündə binadan bəlkə də 200 min dollara, elə 200 milyon dollara özün oradan bir ev alarsın. Simens yox, Simek. S-I-M-E-G. Nara, çox sağ ol. Mən kasıb olsam da, mən oliqraflıqlara meyilliyəm. Hər şeyin qiymətdən maraqlanıram, ürgənnəm, soruşuram. Ondan sonra gedəm internetdə hər şeyi maraqlanıram. Məsəl üçün galaktikalarla maraqlanıram, saman yolu ilə maraqlanıram, göy üzü ilə. Ondan sonra nə qədər galaktika yaxın qalım. Dünyaya ən yaxın ulduz günəşimizdir. Ondan sonra günəşi indi biz günəş kimi bilirik də, biz bilmirdik. Məsəl üçün onun adı ulduzdur. Sən demək bizim günəşin bizə yansıyan o günəş ulduzuymuş. Dünyaya ən yaxın ulduz. Görsən mən bilmirdim ki, bu şeyi indi bilirəm. Hər şeyi maraqlanmaq xoşlayıram mən. Kim bilirdi ki, kim bilmirdi günəş ulduzuymuş sən demək. Kim bilmirdi? Kim bilmirdi? Bax, mən bilmirdim məsəl üçün. Kim bilmirdi ki, günəş ulduzdur? Sən demək, o ulduzlarda milyardlarla var. Görürsən?
Mən də bilmirdim. Görsən mən hər şey maraqlanmağı, öyrənməyi xoşlayıram. Mən bilirdim, mən bilmirdim. Mən məktəbə getməmişəm. Mən orta təhsil almamışam. 4-cü kimi məktəbə getmişəm. Cısı, o yazdığın söz var ya, sənin arvadının ağzın olsun. Hiç ne demirəm, basa hiç ne demirəm, arvadının ağzın olsun. Ne bileyim ay bacı, oxumamışam da. Böyüyüm olmayıb. Ondan sonra məktəbə göndərənim olmayıbdı. Başımın üstündə durub bana bir məsləhət, bir yazdıranım olmayıbdı. Ondan sonra ne bileyim pal-paltar tapmamışıq məktəbə getməyə. Ondan sonra bacım biraz böyüyəndən sonra Gülşəni məktəbdən çıxartdılar. Dedilər qız uşağı məktəb oxumaz. Gülşən də oxumadı. Gülşən yenə bir oxudu bir 9-cu sinifə kimi. Mən heç onu da oxumadım. Ondan sonra qoymadılar bacım, məktəb oxuyan məndik biz. Dedilər ged məktəb oxuyub alim olmayasın. Get bazarda şimşqa sat, sigaret sat, çayxanada afsiyan işlə, çay sat bazarda. Bax Allah haqqı, bax Qurandan da olsun. Üstuşunu dedilər, əlimə sigaret verdilər, dedilər ala apar get sat. Şimşqanı verdilər qoltuğuma, dedilər get sat. Dedilər oxuyub alim olmayasın. Qoymadılar oxumağa. Həyatım nə gözə sağ gəldi. Əziyyət çəkirəm də ona görə sürüm çəkirəm qapıdan. Kim deyir, nənələrim, nənəm, ondan sonra əmilərim, dədəm, kim deyəcək? Anam nağaçla anam yazıq pekarnıda işləyirdi. Ne gecəsi vardı, ne gündüzü. Gecədən səhərə kimi işləyirdi, gündüzdə gəlib yatırdı. Çörək pişirirdi, 30 kilonu. Cavan gəlin. Ne gecəsi vardı, ne de gündüzü. Yox, bacım da oxumayıb, qoymadılar məktəbə. Dedilər ki, qız uşağı məktəbə oxumaz. Qoymadılar. Bağın çox gözəldir. Allah mənə imkan yetirsin, Allah mənə gözəl dəstəkçilər getirsin. İnşallah bundan da gözəl olacaq. Qəşəng tualetimin hinimin üstünü vurduraram. Geçe bax bura raşotka, durbalar raşotka üçündür. Geçe bura raşotka tutaram, divarları sıvıyaram, evimi sıvıyaram geçe. Geçe bura mitlaq düzdürərəm, elə gözəl olar ki. Geçe tüyüqcüzə saxlayaram deyə başda inşallah. Mən özdə uşaqlar, mən məktəbə elə bil, mən 4-cü sinifə kimi məktəb oxumuşamsa, elə bil məni 2 il məktəbə gec qoyublar. Mənim o vaxtda dədəm narkoman türmədəymiş, elə bil yəni ki, mənim məktəb vaxtımda türmədəydi. Gözlədilər ki, dədəm türmədən çıxsın, gəlsin, elə dədəm yola salsın məni türməyə, məni məktəbə dədəm yola salsın. O da narkoman çıxdı, gəldi. O vaxt uşaq idim, yadıma gəlirdi. Əmim oğlunun kostyumunu mənə giyindirdilər, o da gödək olurdu. Ayağını açdılar, belə kostyumun ayağı olur, qatlayırlar, ayağını açdılar, giyindirdilər əynimə, göndərdilər məni yesir kimi, elə vahabilərə oxşuyurdum. Ayağı belə birinci sinifə kimi. Mən məktəbə gedəndə baxdım ki, mən at boyda uşaq, birinci sinifdə də çıqılı-çıqılamsı uşaqlar. Mən at boyda, uşaqlar da bu boyda çıqılı-çıqılı. Bax, mən bir söz deyim, mənim
bacımı da onlar bədbəxt elədi. Bax, mənim nənəm hadisədə ki, deyirdi ki, mən onu məsələn ürəyim istəyən adama verəcəm, imkanlı, nə bilim belə, elə oliqraxlı, işli, güclü belə adama verəcəkdi. Gülşən qaçdı, çıxdı, getdi bir dənə aja, ərə. Xeyr, o Gülşən aja ərə gedirsə, o hamısı onun günahı da onlardadır. Bilirsən niyə Gülşən o vaxt aja ərə getdi? O oradan canını qurtarmaqdan ötəri. O vaxt nənəm saxlayırdı Gülşəni. Onlardan canını qurtarmaq üçün çıxdı o yerdən. Getdi acı lelüyünə birinə ərə, öyle getdi, o da boşandı. Ümumiyyətlə uşaqlar, onlar bizim, bilsən, oturub fikirləşəndə baxırsan ki, bizi məhv eləyən bizim ailəmiz olubdur. Mən burada bir dənə günahsız, ideal anamı görürəm. Çünki mənim anam cavan gəlin, mənim anama nə zülümlər veriblər. Mənim anamın gecəsi gündüzü yox idi uşaqlar. Pekarnilərdə işləyirdi, qalmışdıq çöllərdə, qalmışdıq qapılarda. Nə zülümlərlə, nə zillətlərlə. Mən burada bir dənə ideal, yəni günahsız, mən bir dənə anamı görürəm. Deyir, günahsız insan yoxdur bu həyatda. Var günahsız insan. Günahsız insanlar çoxdur. Mənim də anam da günahsız insandır. O deyirlər, günahsız insan olmur. Var. O da anamdır. Anama mən uşaq vaxtı sual verirdim. Deyirdim, boşan, niyə boşanmırsan? Ayrıl, çıxaq gedək, özümüz həyatımızı yaşayaq, özümüz çıxaq gedək. Anam qorxurdu. Bizdən qorxurdu. Deyirdi ki, gələr sizi bıçaqlayar, öldürər, nəsə eləyər sizə. Belə eləyər, anamı qorxudurdu. Ona görə də başa düşürsünüz, anam ona görə boşanmırdı onunla. Bəs necə oldu ki, sonra mı ayrıldınız? Ayrılmırdılar da, yenə də ayrılmırdıq, əl çəkmirdilər bizdən. Nə bilim, bizdən şey eləmirdilər. Mən də əskəriyə gedib qayıtmışdım. Mən əskərlik boyu düşündüm ki, mən nə eləyə bilərəm ki, bunlar bizdən uzaq dursun, bu boyda zülümlər, zillətlər, bunlar bizə nələr yaşadır, bunlar bizə nələr çəkdirir. Mənim anam, nə ara bilərlər ki, mən oğlan uşağıyam, ürəyim harada istəyir, orada gibi yaşayaram, qalaram. İstəmədim, başa düşdün, anam o zülümləri çəksin. Mən elə bil özümü qurban elədim anama görə. Nətər qurban elədim, bunu deyim, nətər uzaqlaşdılar, izləyicim yazdı orada. Bunlar bizdən əl çəkmirdilər. Gedirdilər aynağa, gəlirdilər bəri. Gedirdilər aynağa, gəlirdilər bəri. Dadam gəlirdi, evi daşlayırdı, qapını daşlayırdı, sahilin ortasında qalırdıq. Nə zülümlər verirdilər bizə. Neysə, gözünə döndüyüm, nağayırdım, neynədim? Geçecek gözünüze döndüyüm, qaşımı aldım. Geçecek yüzüme bir makyaj. Geçecek forslu geyinmələr, şəhərdə forslu gəzmələr. Özümü geçecekcənə qoydum cındır vidinə. Özümü fəda elədim. Geçecekcənə. Özümü qoydum bu günə, özümü qoydum cındır gününə. Onları yavaş, moralni. Onlar bizə yaxındırsa onları biavr eləyəcəm deyələkdən onları eləcəni uzaqlaşdırdım özümüzdən. Belə yavaş etdilər. Mən özümü Petirliyə qoydum, onlar da bizdən uzaqlaşdılar. Mən özümü Petirliyə qoymasaydım, mənim anam bəlkə də həyatda olmayacaqdı. Bəlkə də biz nə həyat yaşayırdıq indi, nələrdən, nə bilim, nə gündə yaşayırdıq, nə bilim, nə yaşayırdıq, bilmirəm. İndi TikTok var, gündüzünə çıxmışam. Vallahi TikTokdan qabaq cındır günündə yaşayırdım.
Mən özümü petrliyə qoymasaydım, onlar bizdən yaxın, onlar bizdən uzaqlaşmayacaqdı. Bir sözlə qarşıma məqsəd qoydum, dediyimi elədim. Onları utandırdım. Onlar bizə yaşatdıqlarını mən onların moralini yaşatdım. Moralini. Mən baxdım, mən uşağım da, mənim əlimdən heç nə gəlmir. Mənim onlara gücüm çatmır. Mən onlara nəsə deyə bilmirəm. Mən onlara nəsə deyən kimi dedilər. Yer git baxını ye. Bax belə eləyirdilər. Hə, belə. Mən onlara heç nə. Mən də qəşəngcə belə elədim. İndi niyə qaşını alırsan? Ürgəşdim də, vərdiş elədim. Kartofu yedim. Nəyəcək görmürlər səni? Mənim qabağıma Bərdə balaca yerdə özünüz bilirsiniz. Buradan Bakıya gedirsən. Bakıda məsələn öz tanışınla rastlaşırsan. Bərdədə mən onlar qarşıma çıxmır. Görmürəm mən. Bəlkə də onlar məni görürlər. Mən onların heç birini görmürəm. Görmək də istəmirəm. Görsəm belə üzümü çörərəm aynı. Canlıda bəlkə baxırlar, özləri bilər, öz işləridir. Adlarını çəkmirəm. Burada adlarını bir-bir sadalamıram. Burada onlar haqqında nəsə bir şey, fikir bildirmirəm. Sadəcə olaraq talihimi danışıram. Həyat yolumu danışıram cəmaata. Kim bilərdi ki, o gün gələcək ki, mən talihimi, mənim talihimi millət biləcək. Görsən, gün doğmada nələr doğur. Ona görə deyirəm, talih qismət. İndi millət mənim dərdimi bilir, bizim dərdimizi bilir. Valla mən, eşitirsiz məni, bir yaz doğuşdan, mən uşaq idim, mən körpə uşaq idim mən. Mənim yadıma gəlirdi, mən nənəmin yaylığını bağlayırdım başıma, girirdim stolun altına, nənəmin yaylığını bağlayırdım başıma. Nənəmin də sumkasında bir Nikolayın dövrünə pamada zat vuran arvad döylüydü. Sumkasında həmişə olurdu. Vurmasa da həmişə sumkasında olurdu. Gidirdim sumkasından pamadasını oğruyurdum. Girirdim geçi stolun altında, geçi pamadanı çəkirdim dodağıma. Yaylığını da bağlayırdım başıma. Orada stolun altında evci oynuyordum. Mən elə uşaqlıqda. Elə sonradan sonraya böyüdüm. İçimdə o hisslər var idi mənim. Amma onları utandırmaq istəmirdim. Deyirdim, əmim var, dayım var, dədəm var, ayıfdı, belədi, elədi. Bizə zülüm yaşadırdılar, bizə nələr yaşadırdılar, nələr, ilahi. Bizə nələr yaşadırdılar. Amma mənim içimdə var idi. Mən deyirdim, sonradan sonraya mən normal kişi kimi getdim əskərliyimə. Məsəl üçün, özümü həmişə gizlədirdim. Deyirdim, bunları utandırmayım. Neysə, getdim normal kişi kimi əskərliyimə gəldim. Mən əskərlikdə çox fikirləşdim. Yaşadıqlarımızı, bunlar bizə yaşadıqlarını, nə bilim nələr, Bərdədə balaca yerdi. Neysə, gözünüzə döndüyüm, mən bunları özümüzdən uzaqlaşdırmaq üçün bu yolu seçdim. Mən özümü qurban elədim. Mən uşaq idim, pamada dodağıma sürtəndə. Mən deyir, çıqılı uşaq idim, məni bəziyirdilər. Ni deyir, şəkillərim var, çıqılı. Giyindir, pamadalı şəkilimi bəzərdim, düzənirdim, şəkillərimi çəkirdilər, qoydum ona.
Deyim nə var? Uşaq vaxtı, o vaxtda fotoaparatlar olurdu, belə şak-şak çəkirdin. Bax elə. Mən elədiyim hərəkətə görə peşman deyiləm. Çünki onlar artıq yanımızda yoxdur. Onlar mənim anama o zülmü yaşatmırlar. Ona görə də peşman deyiləm. Mənim anam indi hal-hazırda rahat yaşayırsa, buna görə peşman deyiləm. Anamın qulağı dinçdir, həyəcansız, rahat, təhlükəsiz evində oturubsa, buna görə peşman deyiləm. İndi oğlansın qız, təbii ki oğlanım. Elə oğlan doğulmuşum da. Burası biraz qarışıq fikirliyim, başa düşürsən. Fikrim biraz qarışıq fikirlidir. Tam çılpaqlığı ilə danışa bilmərəm sizə, amma qarışıq fikirliyim. Bu mənim uşaqlığımdır. Bu uşaqlığım mənim belə keçirdi. Qız kimi, yufqa ilə, corabıma bax, pamadama bax, yaylığıma bax. Mənim uşaqlığım mənim belə keçirdi bacım. Bax, mənim bacımdır, bax, bu kefqalı mənim bacımdır, bu da mənim. Bax, mənə baxın, qızlar. Bax, mən buyam. Bu da mənim bacımdır. Yəni, hər şey hapudum olmur. Yəni, insanları qınamamışdan qabaq, bugün gör ki, yazıq mən. Pox yiyir. Mən hormon analizi vermişəm uşaqlar. Mənim qız sevgilim də olubdu. Yəni, mən hormon analizi də vermişəm. Mənim hormonlarım yerindədir. Başa düşürsünüz, mən hormonlarımda bir problem yoxdur. Hormon analizi vermişəm, mənim ümumiyyətcə hər şeyim normalam mən. Burası nə ayrıq da, qarışıqdır da. Niyə həkim aparmıyorlar? Valla mən o vaxt uşaq idim, xatırlayıram bunları. Neysə, həmişə əmlərim lağ eləyirdilər, tay nə bilim nə. Siz burada deyin, mən deyəcəm, tay nə bilim nə. Mənə belə lağ eləyirdilər. Deyin, deyəcəm sizə. Ay, sağ ol, o. Neysə, atmayın onlarsa sizə. Mənə belə lağ eləyirdilər. Neysə, gözümə döndüyüm o vaxt qərar verdilər ki, məni həkimə aparsınlar. Neysə, həkimə aparmadılar mən, nə bilim. Yaxşı, uşaqlı, bəsdir, az yazın, spama gedəsiniz. Sizin səhifəniz gedəcək, mənim yox. Bir dəfə yazdınız, anladıq. Aparmadılar da, neyiniyik? Uşaqlar, mənə çox güclü bir saniyəli səsi bağlamalı məcburiyyətindəyəm.
Hə, qızlar, harda qalmışdıq? Telefonla danışırdım. Ha, nə? Hamının ağzına söz saldı, nə? Nə oldu uşaq ki, burada nə var ki? Mənim heç kimdən gizlin heç nəyim yoxdur. Mənim gizlin. Canlını bağlayıram, mən canlını bağladım, çıxdım, getdim. Mənim gizlin bir nöqtəm belə yoxdur. Deyim, hansı nömrədəsən? Nömrəmdə də Norveç xanım. Həkimə nəyə getməyib, bacı? Mən həkimə getmişəm. Mənim heç bir problemim yoxdur. 99% kişiyəm. Yəni, prosto fikrim qarışıqdır, başa düşürsünüz. Fikrimə görə də psixoloqa getmişəm. Yəni, dəyişə bilməmişəm də fikirlərimi. 100%, heç bir kişi 100% kişi olmur. Hormonlarında yəni. Hormon yoxlanışı verirsən 100% heç kimdə çıxmır o hormonlar. Elə bir insan yoxdur yer kürəsində. 85% olur, nə bilim 95% olur, nə bilim nə olur, 100% olmur. Xeyr, olur, olmur xanım. Mən professor yanına getmişəm. Mən Respublikanın ən öndə gedən həkiminin yanında olmuşam. İstəsiz adını da deyə bilərəm sizə. Qarayevdə Vüsal həkim Respublikanın professordur. Elmlər Akademiyası doktorudur. Ondan sonra nə bilim dosentdir. Yəni mən onun yanına getmişəm, özünüz bilirsiniz. Mən həkim zat yanına gedəndə hay huy məsələ getdim. Elə belə həkim yanına getməm. Həkimin yanına getməmiş mən o həkimi araşdırıram. 1000 dəfə, milyon dəfə araşdırıram. Girirəm, yazıram Google-da, hər şeyi araşdırıram. Ondan sonra həmin adamın yanına gedirəm. Mən Toma xanımın yanına anamı aparanda kör-körayını aparmamışdım ha. Mən Toma xanımı araşdırdım. Mən gördünüz nə qədər onkologlar yanına getdik. Onu araşdırdım, bunu araşdırdım. Belə, elə, o kombayn. Gördünüz, çıxdıq, getdik Toma xanımın yanına. Gördünüz, indi anamda, indi şükür Allaha. İndi bir 50% yaxşıdır. Mən bilirəm nə etmək lazımdır. Mənim bir dənə problemim birisi nədir? Ailə həyatı qurmaq. Salam Norveç xanım, necəsən? Onları neyinləsən ay Norveç xanım? Mənim burada dərdimə gülənlər, gülən insanlar varsa, dərdimə pis olan insanlar da var. Mənim dərdimə şərik olan insanlara danışıram bunu. Çünki onların hamısı ilə telefonda danışa bilmirəm, onların hamısını yanıma yığıb hamısı ilə danışa bilmirəm. Mənim burada bu millətin hamısı mənim evimə yığsaq bu 2100 nəfər adamı, 2100 nəfər mənim evimə yerləşməz, bir kəndin cəmahatıdır. Ona görə də mənim burada dərdimə gülən insanlar varsa, mənim dərdimə pis olan insanlar da var, ağlayan insanlar da var. Ondan sonra nə bilim, hər cür insan var da. Burada xanımlar var ki, mənə ana kimidirlər, məsəl üçün. Burada xanımlar var. Mən öz balalarına nətər istəyirlər ki, balaları yaxşı yaşasın. Onlar istəyirlər ki, mən də elə balalar kimi yaxşı yaşayayım. Mən bir də danışırıq da. Mənim gizlin heç nəyim yoxdur. Mənim gizlin nəyimsə olsa sizdə, inanın ki, onu da deyəcəm sizə. Burada yazırlar, kişi ilə hingirləşirəm, bu elə. Mən nə vaxt kişi ilə hingirləşsəm, onu da gəlib sizə deyəcəm. Onu yadınızdan çıxartmayın. Çünki mənim sizdən gizlin heç nəyim yoxdur. Çünki mən eləmədiyim şeyləri yalanla gələm oturum, niyə burada yalan sizə danışım ki, mən bu şeyi eləyirəm, eləmişəm. Eləmirəm heç nə. Mənim heç kimdən, mən heç nə eləmirəm. Başa düşdünüz? Mən qapımı örtmüşəm, girmişəm evimə, qapımdan, bacamdan, evimdən, eşiyimlə. Bax, bu işdir mənim işim. Başa düşdünüz? Mənim canlını bağladım, mənim qıraqda leyvi bir işim yoxdur. Mənim işim deyib, evimi, eşimi təmizləməkdir. Mənim bir problemim var, birisi nədir? Ailə həyatı qurmaq. Vəssalam. Mən bu, deyirsiniz, ev bütün günü bu səydir, xəstədir, bütün günü ev yığışdırır, belə arvad kimi hərəkət edir, bu cür hərəkət edir, o cür hərəkət edir. İnanırsınız, mən ailə həyatı qursam var, bunların hamısı çıxıb gedəsi şeylərdir.
bekarçılıqdan. Nə bilim. Bu bekarçılıqların əlamətidir. Hamısı ay başı bunlar. Tehlikdən, hasta ol, hə. Yaşadıklarımlardan, travmalardan. Şimdi sənə gələn. Az bir şey gəlib çıxacaq. Gəlib çıxacaq da, ne bir time gəbəylə. Baş xarabı biri gəlib çıxacaq. Məni al. Yazırsınız, burada yalandan yazırsınız. Mən bilirsən nətər xanımdan ailə həyatı qurmaq istəyirəm. Evinin eşiyinin qədrini bilən, pulunun qədrini bilən, paltarının qədrini bilən, ağzının danışığını bilən, mən hır ha hır, hel ha hel, istəmirəm belə bir qadın. O deyirlər ki, komentarlarda zaten görürəm də, deyirlər ki, buna təmiz qız lazımdır, belə elə. Bacı, mən ideal deyiləm. Mən bildiyiniz mən o şey deyil, amma mən deyil. Deyir, bir dəqiqə mənim evimdə gün də evin üçün. 3 əlimdə vurmamışım. O təmizliksə də o boş şeylərdir, əsas xoşbəxtçilikdir. O da bilmirəm də, yəni yoxdur elə bir adam qarşıma çıxan. Nezaket çok sağ ol. Deyirsiniz, bax, elə qadın sən nətər tapassan, yoxdur, belədir, elədir. Ay bacı, bəs siz nəsiniz? Siz niyə bilirsiniz əlinizdə olanın qədrini, evinizi, eşiyinizi siz nətər təmizləyirsiniz? Və yaxşı, mən tapamayacağım indi beləsini. Bəs siz nağar, biz yeyir, susum üstünə yatır, siz də təmizləyirsiniz də, ay baş. Mən istəyəndə deyirsiniz, tapa bilməyəsən, siz özünüz nətər eləyirsiniz və bunları? Mən deyirəm ki, arvadım, məsələn, pəncərəsindən olsun, deyir çətinə, taxtın elə bura tökülmüşdür. Bəs siz niyə eləyirsiniz? Niyə pəncərənizi silirsiniz, evinizi silirsiniz? Kənddən taxtdan az tapa bilirəm ki. Oradan keçəldən biri, bir qonşunuzda, azadınızda yoxdur, biri bax gör. Nuray, çox sağ olun. Yolda qoyun otaranların səsidir, qonşu səsi deyil. Qonşu var ki, qonşunun da səsi olsun. Bu deyil, bax, bu gördüyünüz divarın özü boşdur. O tərəfdə qonşu yaşayır, iş səsləri çıxmır. O tərəfdə zabor hördüdüyüm bir yerdə yaşayış yoxdur, qabaq tərəfimdə boşdur. Toya getməyən. Kimin toyuna gedim, ay qadan qalım, qohumum yox toyuna gedəm, əqrabam yox toyuna gedəm. Mənim heç kimim yoxdur. Heç kimim yoxdur mənim baş. Mən toya getmirəm. Heç kimin toyda yoxdur gedəm. Heç kimin də yoxdur toyuna gedəm. Dima, Suiti ilə necə tanış olmuşsan? Suiti ilə necə tanış olmuşam? Çoxdanın söhbətidir, xatırlayıram amma. Uşaq idim mən, uşaq deyildim, yəni uşaq idim da, əskəri qeyb gəlməmişdim amma. Məsəl, bilmirəm. 2011 idi, 2010 idi, nə idi bilmədim, ya 2009 idi mi bilmirəm, belə vaxtlar idi. Parkdaydım mən, elə bir nazdanana tez tutur axım. Neyse, gördüm ki, bu da indi poçta işləyən vaxtlarında. Gördüm kimsə gəlir nazdana. Neyse, o vaxtı elə ondan orada tanış olduq.
Neyse padrıq olduq orada. Neyse elə sonradan sonra mən onlara getdim. O bizə gəlmədi. Yox, bizim evimiz vardı ki, bizə gəldi. Neyse elə yolda bayırda tanışı görüşdük, elə gördük bir-birimizi. Hain bayan, kan bayan, elə. Sonra tanış olduq dost. Suiti kimdi? Bobik. Sonra tanış olduq, dost olduq məsəl üçün. Belə də bir yerdə yedik, içdik, gözəl günlərimiz keçdi. Bir yerdə ac qaldıq, pulumuz olanda bir böldük. Ondan sonra Emin, o mən. Bir yerdə gedirdik Bobikgilə, məsəl üçün atışırdıq, buddan zaddan alırdıq. Gedirdik Bobikin evinə, məsəl üçün mən çörək alırdım, Emin məsəl üçün kolanı alırdı, Bobik budu alırdı, məsəl üçün ya atışırdıq, qoyurduq adama, məsəl üçün 5 manat, 3 manat alırdıq buddan, o qəşək bud qızardır. İdeal bud qızartmağı var onun. Neyse gedirdik, otururduq, yedik, içirdik, qışda vaxt keçmirdi. Belə atışırdıq, yedik, içirdik, məsəl üçün qavız adı yumurduq, birdən qırğın düşürdü. Bobik deyirdi ki, gedin hərənizə ayrı-ayrı zəng eləyəcəm. Neysə çıxırdıq, gedirdik, hərəmiz öz evimizə yığırdı bizi. Allah, bizi yıxıb sürüyürdü. Evdə demirdi, qavlarımı yuyun, çıxın, gedin. Biz oradan çıxandan sonra, gedəndən sonra dedi, gedin, yığacam sizi. Gedirdik, evə yığırdı bizi. Allah, bizi yıxıb sürüyürdü, qavlarımı yumadınız. Əlinizi birdən eşə vurmursunuz. Onun vaxt evi sıvaqlı vaxtında zadında. Elə, nə bilim, belə tanış olmuşuq. Yuyurduqdan ara bir. Birdən orada yumurduq, birdən orada yuyurduq. Birdən orada yedik, alırdı orada. Belə. Niyə danışmır? Danışırıq. Telefonda da ara bir ayda ildə bir dəfə danışırıq. Məsəl üçün, bir-birimizlə düşmən deyilik. Prosto yollarımızı ayırmışıq da. Qonşumdur. 3 dənə ev məndən o tərəfdə qalır. Yəni, birsiz nətərdir? TikTok açırsansa, məsəl üçün, orada rəqabət var. Pula görə bir dəqiqə qardaş-qardaşa nələr eləmir. Başa düşürsünüz. Ona görə də bilmirəm də. Mənim alınmır da, ondan mənimki. Yəni, TikTok mənasında belə canlısız belə oturaram, arasa gedərəm, məsəl üçün. Amma belə canlıdan, bir yerdə canlıdan davam eləmək fikrim yoxdur. Həm də mən xəyanətkar insan deyiləm. Məsəl üçün, mən ona bir yerdə deyiləm. Bir yerdə deyiləmsə, o demək deyil ki, mən tez özümə dost tapıb, gətirib yanıma qoyub, hay huy, mən elə insan deyiləm. Mən xoşlayıram ki, elə mən dostuma da səlaqətli qalım. Amma o xəyanətkardır dost barəsində. İboş, çox sağ ol. Emin TikToker diyorlar. Ama o sana kapı açma. Eşiysen Allah. Cəfərli kəndi mən tanımıram. Bərdədə elə bir kəndi eşitməmişəm. Mən təzdən bir araya gəlmək deyəndə ki, aşağı biz yeni deyirəm, düşmən deyilik. Mən onunla bir araya gəlsəm, istəmirəm, mən onun yanında, məsəl üçün, Məftunu istəmirəm. O da mən deyərəm ki, ya Məftun, ya mən. Başa düşürsünüz.
Heç bir araya gələn yoxdur. Nə o məndən bir araya gəlir, nə də ondan bir araya gəlir. Mən şərt qoyaram. Ya Məftun, ya mən. Mən Məftunu istəmirəm. Başa düşürsünüz? Mən məsəl üçün girib dalda da danışmıram ha, məsəl üçün canlı bağlayıb ona buna direktə yazmıram, məsəl üçün arxadan iş çevirmir amma bu boyda 2100 nəfərin içində arxada iş olmur. Məsələn TikTokda göz önündə deyirəm. Mən istəmərəm. Mənlə bir araya gəlsə istəmirəm ondan o bir yerdə olmağını. Emin TikToker diyorlar, Emin öz kayfına canlı yayım açır. Boş vaxtında canlı yayım açır, o da ya kravatın ayağını göstərəcək, ya da pəncərəni göstərəcək. Sesin soğuşur, bacıqda. Az yunə ilə düzəltdim, elə qalıbdı, pul var. Ekran tıklayanlar çok teşekkür ediyorum. Lubu lubu çok sağ ol. Emin anası TikTok açmış. Milli Məclisdə işə düzəlib uşaqlarına görə. Deputat açmış çaldı. Dövlət işində işləyir deyənə icazə yoxdur. Millət vəkilidir. Köfte olsun maraqlıdır. Kilsənin başına. Bu da olsun 10 kilo qızıl. Aparıb satıb verib oturacaq orada da. Seylərin qırılsın. Köfte olsun maraqlıdır. Sey qoyasın, danışasan ancaq. Puluna minnət. Bir alem var bu dünya. Ne ki sana ateşine baş timsah melihiyle qalıb orada. Deyir uşaqlar, bunun yarpağı ilə deyir dolma olur. Fındıq yarpağı ilə. Ne güzeldi yarpağı var uşaqlar, baxın. Çox qəşəngdir. Bu da şeydir, putulka nədir? Putulka zoğalıdır bu, gələn bitəcək. Mən yeməmişəm heç vaxt, amma deyirlər gözəl olur. Körpə yarpağı. Elə onun yarpağı körpədir dana demiyorlar ki daha. Hələ qartdaşmayıb.
Limondu yəqin gətirəcək. Çünki üstündə var. Saxlasa. Qovdu. Sararıb tökülür limon. Damı tikmişəm. İdi qalıb elə belə. İnşallah üstünü vuraram. Cücə saxlayaram. Allah mənə gözəl, qəlbli insanlar yetirsin. Bu ağacı çıxardacağım uşaqlar. Bu ağacı məhv edəcəyim seni, bebeğim. Bu il sənə dəymədim çünki yaşıllığım var. Gələn il sən burada olmayacaqsın. Seni kökündən çıxartacağım. Eymə. Yox, gətirmir uşaqlar üstündə, deyəcəm. Bu erkəkliyi vardı, bu erkəkdir. Mən bura meyvə gətirən bir şey əkəcəm. Mən bura iğnə burun gaval əkəcəm. Bu gavalıdır. Bu erkək gavalıdır. Bu şeydən pitifdir. Başa düşürsünüz? Yerdən bitmədi. Öz-özünə bitmədi bu. O öz-özünə bitmələr erkək olur və üstündə heç nə gətirmir. Bunu çıxardacağım. Bunun yerinə bura qəşəng iğnə burun gaval əkəcəm. Mürəbbə gavalısı. Alça əkmişəm. Bax bu alça ağacıdır. Bax bu alçadır. Bu feyxuadır uşaqlar, feyxua ağacıdır bu. Sonra bu bilmirəm, desəm bu gavalıdır, desəm bu eşək gavalısıdır. Mən eşək gavalısını çox xoşlayıram. Bu şəftəlidir. Təzəkmişəm. Bu pırnıqdır, iğnə burun pırnıq, ağız büzüşdürən. Bu ərikdir, bunlar qapıda var idi. Bu şeydir, hıldırın qıldırıs meyvəsidir. Bunu bu ilə əkmişəm. 3 dəfə yerini dəyişmişəm. Üçündə də alıb pitifdir. Bu çıqqılı-çıqqılı belə turş, limona oxşayan şeylər olur. Bax ondan gətirir üstündə. Bu almadır, buna dəyməyəcəm. Doludur üstü, pıtraq kimidir. Nara baxın uşaqlar. Bu il nar ilidir dəsən. Doludur da, təsəvvürün nara baxın. Bunun üstünə baxın uşaqlar narın. Doludur üstü. Deyin nane deyirdiniz, deyin nane. Doludur bura naneyle. İki tane erik var kapıda. Birinin üstünde 2-3 tanesi var, birinin üstünde yok. Ekran tıklayanlar çok sağ olun ay kızlar. Məni takip eləməyənə burada məni takip eləsin. Mən canlı bağlayıb açanda sizə bildiriş gəlsin. Giteyim canlı yayımdadır, gəlin. Ağ gilas 3 dənədir qapıda. Biri var, 2 dənəsi var idi qapıda ağ gilas, qırmızı gilas, qəşşək gilasdandı özü. İkisi var idi. Birində mən əkmişəm, mən əkdiyim türk gilasıdır. Mən əkdiyim gələnliyə gətirər. Darıxmırsan deyək. Darıxsam neyiniyim? Xəlim, gedim başımı divara vurum. Və yaxud da gedim kiməsə yaltaqlıq eləyim ki, mənlə dost ol. Lolita, çox sağ ol. Mən xoşlamıram elə şeyləri. Dəfnə ağacı əkmək istəmirəm. Dəfnə ağacı biraz çox yekələn ağacdır. Dəfnə ağacının gərək əlin üstündə olsun. Bütün yollaşlayasan ki, dünyanın axırına gəlib çıxır. Mən qapıda mini bitən ağaclar istəyirəm ki, mənim qapım 3 sot yarımdır. Mən bu boyda nə edirəm? Daha əkdiyim qədər əkmişəm. Evdənəm təmizlik işlərim var biraz. Ondan sonra nə bilim, belə işlərim var. Səlqəli işlərim var. Nə bilim, prostina çuxoğumu dəyişmək istəyirəm, serçə sıçıb üstünə. Belə də işlərim çoxdur. Əslində heç birini eləmək istəmirəm, çünki qarşıma məqsəd qoymuşam. Çinlilərin metodu ilə gedirəm.
Çünkü her gün günde 3 dəfə ev silmək olmaz. Özümə söz vermişim. Tozun torpağın içində itsin. Yəni heç nə dəyişmir. Yəni evi hər gün də silsəm eyni şeydir. Həftədə bir dəfə silsəm də eyni şeydir. Yəni mən həftədə bir dəfə siləcəm. Mən bilsən nə qayıram uşaqlar? Səhər-səhər yuxudan dururam, ev eşiyi yığışdırıram. Qəşəng ev eşiyi hər yeri silirəm, tozunu alıram qəşəng. Ondan sonra məsəl üçün günorta yemək yedim, kuxnanı bir reis yenə sildim, zərsi silmişəm. Bir də təmizləyirəm, silirəm. Gedirəm yataq otağında yatıram, uşaqlar. Axşam dururam, evləri bir də toz duranlayıram. Bir də silirəm, bir də səliqəyə salıram. Ay bacı nə olursan, ay sana qurban olum. Ay hayıqmış, ay qızıqmış, ay dedəsi ölmüş. Yox, saxla, yerim yox daha. Nə olardı ki, maaşı elim istəmir qalıb. Şu an bir dənə nar kimdə var, hədəfimdə nar var. Zala mebel, Forista mebel deyib ki, kuxniya, zala qabaq stol, bir də oturacaq stol verəcək. Tip dekorum çox sağ ol, Asiya çox sağ ol, Məryəm çox sağ olun. Bir dənə yataq otağımdır, bir dənə zaldır, kuxnadır, hamam tualetdir, şut yarımda məhləmdir. Amma uşaqlar, elə bil çox çətin bir işimiz bilirsən nə idi bu evdə? Darvaza qoymaq, bir də sev qapı. Elə bil bu iki dənə işi elədiksə halaldır bizə. Çox çətin idi, çox bahaydı, ona mənim gücüm çatmazdı, heç vaxt eləyə bilməzdim. Çox sağ olun, Allah köməyinizdə dursun. Nur, çox sağ olun. Uşaqlar, canlımı kapatıram. Açaram yenə canlı yayım. Allah amanında məni takip eləməyənlər burada məni takip eləsin. Bax, məni takip eləməyib. Mənə yazırsınız, məsəl üçün canlı yayım aç. Siz özünüzü öldürsəz də məni takip eləməmişsiniz, bilməyəsiniz mən canlı yayım açdığımı. Ona görə də nə etmək lazımdır? Canlı yayım açmaq lazımdır. Girin sonuncu videolarımı bəyənin. 3 video paylaşmışam. Bu üçünü də bəyənin gözəl izləyicilərim. İnşallah görüşərik. Allah amanında özünüzə yaxşı baxın. Sizi çox istəyirəm. Siz məni çox istəməsiniz də. Sağ olun.